Burada Xankəndidir. Xankəndi. Bak belə bir heykəldir. Bizim yoldaşlar da çıxırlar yuxarı. Gözəl Xankəndi. Sen gören geceni görmüyor orada. Onu da görüyor. Biraz merkez. Gözəl Xankəndi. Buna bax, gör nə gözəldir. Və bura bütöv Xankəndidir. Bu var. Canım bey bala. Gözəldir. Nətərdir sənin üçün Xankəndi? Əladır. Belədir ki, o düşmənin əslində böyük barı çatlasın ki, biz öz torpaqlarımıza qayıtmışıq. Bu əzəli bizim torpaqlarımızdır, ata-baba yurdumuzdur. Və onları da buradan iti qovan kimi qovmuş. Üzü doğru tut, mən də ol. Elimiz zamanımızda Qardaş, gözəl Xankəndi nə vaxtdan idi? Bu Xankəndi üçün canımız, ciğərimiz yanırdı. Öz torpağımız, öz yurdumuz ola biz buralara gələ bilmirdik. Azərbaycan ordusuna eşq olsun. Bizim Azərbaycan xalqını Allah qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Ümumilikdə uca millətimizi Tanrı qorusun. Amin. Gözəl Xankəndidir, gözəl Xankəndi. Uğrunda döyüşdüyümüz, vuruşduğumuz Qarabağ torpağı bugün işğaldan azaddır. Azərbaycan, Qarabağ Azərbaycandır. Gözəl Azərbaycanımızın cənnət yerləridir. Bax burada bizim o nankör düşmənlərimiz gəlib burada yaşayırdılar, hələ üstəlik də bizə buynuz atırdılar. Ona görə də Azərbaycan xalqı onlara həddini bildirdi. Bildirdi ki, biləsiniz ki, Azərbaycan xalqı hər zaman sizin öhdənizdən gələ bilər. Nəinki bunların. Azərbaycana kim dil uzatsa, dili kəsiləcək. Əl uzadırsa, əli kəsiləcək. İnşallah.